Azərbaycan mediası söhbət televiziyalardan gedir, ələlxüsus özəl televiziyalardan. Musiqi siyasəti mövzusunda tam bir özbaşınalıq yaşayır. Senzura, deməli senzura lazım. Mütləq. Ya da hər kanala bir musiqi direktoru qoyulsun. Hansı ki desin ki, olmaz, atam qardaşım, yaxşı müğənnisən, bu aranjman, bu sözlər. Mən həmişə demişəm, şəxsən məni qadağa etsinlər. Amma bilim ki, hansısa bir sistem var, səbəb reytingdir. Bax, bir kanal əgər çıxıb desə ki, mən sabahdan verməyəcəm, bunu o kanal uduzacaq. Əlbəttə uduzacaq. Deməli, biz necəsə hamını bir araya toplamalıyıq. Deməli ki, hamınız verməyəcəksiniz. Və bu musiqilər peşəkar musiqiçilərin süzgəcindən keçdikdən sonra milyonların qulağına yol tapacaq. YouTube özün bilərsən, TikTok özün bilərsən. Amma M kanalı, D kanalı, F kanalı sənin atavın deyil. Xalqındır. Görün necə ölkə inkişaf edir, çiçəklənir, şəhər gözəlləşir. Beynəlxalq layihələrə ev sahibliyi edirik. Neçə milyonlarla turistlər gəlir son illər ərzində. Saymaqla, sadalamaqla bitməz də. O layihələri hamımız yaxşı bilirik. Onlar haqqında danışırıq, iştirakçısı oluruq və s. O milyonlarla turist gəlir evdə, otelində televizora qoşur, ilk Azərbaycan kanalı çıxır ki, əcəba necə bir ölkədir? Hamı danışır, baxın, musiqi mədəniyyətimiz, muğam irsimiz, UNESCO və s. Hamımızın dilində əzbərdir, Wikipediyada yazılan şeylər. Baxın görüm nədir o? Qoşurlar və hansı kanala çevirirlər? Yenə eyni adamlar, eyni qadınlar, eyni bəylər, eyni mövzular, eyni musiqi, R&B, soul, jazz, sovet dilindən desək, estrada oxuyan ifaçılar. Bunlar harada özünü göstərsinlər? Kiminlə, hansı verişdə, hansı aparıcılarla? Mən özümü deyirəm. Getmirik, verilişlərə getmirik. Başa düşürsünüz, getmirik. Ülvi xanım, hansı məqamlar razılaşırsınız? Çünki o format, o səviyyə, o müzakirələr alçaldıcıdır. 20 il bundan əvvəl mənim gözümün qabağında, misal üçün, Ülvi xanım o vaxt məktəbli idi, xatırlamaz. Bizim əlimizdə olan ABA televiziyası var idi, İlkin Space televiziyası var idi. Nadir Axundov musiqi departamentinin rəhbəri otururdu. Efirdə yenə də ödənişli əsaslarla kliplər gedirdi, Ülviyə xatırladım. Amma orada bir seçicilik var idi. Hə, Vüqar Camazadə musiqisidir, buyurun verin. İsa Məlikov musiqisidir, buyurun verin. Aygün Səmədzadə musiqisidir, problem yoxdur. Nəticədə efir bir zövq, üslub formalaşdırırdı. Bugün heç bir özəl televiziyanın baxımlı verişlərində musiqi redaktoru oturmayıb və bunu safçülük etmir. Buyurun. Mümkün deyil ki, sən hər hansı bir özəl kanalı idarə edəsən, hər gün, hər səhər, hər gün orta, hər axşam yalnız və yalnız toy janrına xidmət edəsən. Belə idarəçilik olmur.